Çox oxuyanmı, çox gəzənmi məsələsində insan həyatın oxuduqlarının, gəzdiklərinin, gördüklərinin fərqində olmadığı müddətcə, yəni insanın ruhuna ondan nəsə bir faydası toxunmadığı müddətcə o oxuduğunun da, o gəzdiyi yerində bir fərq yoxdur. Düşünün, bir tarixi yerə gedən insan ancaq əlinə telefon götürüb şəkil çəkirsə, oradakı tarixi hadisələri biraz təfəkkür edib düşünmürsə və oxuduğu bir kitabda keçən bir hadisə, yaşanmış bir hadisədən özünə nəticə çıxartmağa çalışmırsa, o bir yox, milyon dənə kitab oxusa, yenə də nə qədər ki o insan intellektual görünümünü verməsinə rəğmən, o insanın anlamasına, o insanın həyatı daha yaxşı dərk etməsinə səbəbiyyət verən oxuduqlarını düşünmək. Bu gün əgər bir insan çox oxuyursa, oxuya bilər, amma oxuduğunu nə dərəcədə düşünür? Bu sual altındadır. Bir insan çox gəzə bilərmi? Gəzər, çoxlu ölkələrə gedər, çoxlu səyahət edər, amma bu səyahətlərdən o nə nəticə çıxarır? Yəni hər bir səyahətlərdən, hər bir oxuduğu kitabdan bir nəticə çıxarmağı bilməyən adam dolayısi yolla nə qədər kitab oxusa da, nə qədər gəzsə də və hətta həm gəzib, həm kitab oxusa da, bu insan öyrəndiklərini, gördüklərini anlamaq kimi, başa düşmək kimi bir yolun arxasına girmədiyi müddətcə bu insanın intellektual səviyyədə yetişməsini deyə bilmərik.